Salam, qabaqcadan xəbərdar edeyim, videoya başlayırıq. Birinci bu başlığı oxuyuruq. Niyə Galatasaray Fenerbahçedən daha böyükdür? Özüm bir Galatasaraylı olaraq bu videonu çəkməyə qərar verdim. Daha belə çox qarşılaşma videolarını istəyirsə, like atıb abunə olmağı unutmayın. Əgər ilk video olduğu üçün buraya yazmışam qısa olacaq, bunu sessizdə davam edəcək. Yəni 40-50 like olsa, məsələn abunə 1-2 dənə, 3 dənə, 4 dənə artsa, bildim ki, məni yəni seriyanı daha çox sevirsiniz. Birinci, məlumatda bu slaytdadır. İndi birinci videolara baxacaq. Video belə PowerPoint videosudur, bilirsiniz. Yəni biraz pis ola bilər. Bu link də videodur bu üstdəki. Olur. Bırı niyə düşmür? Burada R var. İşıq aşırı düşmür. Neyse. Bu linki qoyaq qırağa. Buradan Arden Papazyan videosunu açaq. Başlayaq. Bunun axırını deməyəcəm. Ne oldu? Siz buna qalaqsınız. FC 24'dür də bu deyən video qutarsın deyəcəm. Bir 0 Fenerbahçe. 2-0 Fenerbahçe. 2-1. 2-2. 3-2 Galatasaray qabaqdadı. 4-2 yenə Galatasaray qabaqdadı. Sonra 4-3 oldu. 4-4 oldu. Səhv eləmirəmsə. 5-5. 6-5 oldu. Bir dəqiqə burada nəsə açıldı. Bildirişlər elə belə. 6-6 bərabərə. Bu arada bu da bərabərə qaldı. Çünki bura FC 24'dür yəni. Oynamıram oyunu bilirəm, amma FC 24'dür yəni oyunu ondan az bir məlumatım yoxdur yəni bilirəm. Başlayaq. Bu da YVZ'nin videosudur. FC 26. Görürsünüz. 1-0 qabaqda. Əla. Əla deyirəm. İndi axırda görürsünüz. 1-1. 2-1. Birində bərabərə qaldıq. 2-2. 3-2. YVZ'nin ardından futbol videosu çox qəşəng olur. Oralardan götürmüşəm. Yəni yazan kimi belə baxanda ilk onlardan çıxır. O sümende keçdi. 7-3 oldu. Galatasaray'da videonu qazandı. Yəni gördüyünüz kimi birində bərabər qaldı, birində qazandı. Fenerbahçe mən əslində araşdırdığım görə Fenerbahçe belə daha çox qolludur. Fenerbahçe Galatasaray'dan da Fenerbahçe daha çox qol atıb. Amma belə bir şey var. Qısa qeydləri keçdik. Galatasaray Türkiyədə ən çox Süper Lig 25 dənə Süper Liga. Sonra Türkiye Süper Ligası, Türkiye Kupası 19 dənə. Türkiye şampiyonluğu Süper Lig 19 dənədir Fenerbahçe'də. Burada 25 dənə. Türkiye Kupası 19'dur. Fenerbahçe'də 7'dir. Türkiye Süper Kupası 17'dir. Türkiye Süper Kupası 9. Yəni kupalarda belə Galatasaray keçir. Burada taraftar qeydlər, taraftar fanatların nə qədər olduğunu. Galatasaray təxmini 31.5 milyon fanat var. Fenerbahçe'nin da ikinci yerdədir. Belə Türkiyə üzrə demək olar ki, təxmini 27.3 milyon. Yəni çox fərq var da arada. 3-4 milyon fərqi var. Burada da hazırki kadro nə deyirlər o, hə, ilk 11'in qiyməti, hazırda bütün oyuncuların qiyməti burada yazılıb. Hamısından çoxdur. Bugünlük bu qədər. Yəni belə qısa video oldu, amma bugünlük bu qədər.
Burada yazmışım GS kazandı karşılaşma. Özünü də GS eləyəm. Bugünlük bu qədər. Davam üçün like atıp unutmayın. Hələlik. Amma burada da yazmışım. Hansı tür qarşılaşmasın? Gəlsin siz məsələn Qarabağla Sabah olsun, Qarabağla Liçi olsun, Azərbaycanla Türkiyə olsun, filan filan filan. Yəni bu videoda bu qədər. Abunə olub like atmayı unutmayın. Sağ olun.